Salam millət, hər vaxtınız xeyir olsun. Dostlar, hər bizi salamlayıram uşaqlar. Bu günləri çox maraqlı bir videomuz olacaq. Çünki mən sizə tək-tək göstərəcəm, yəni bu strategiya ümumiyyətlə necə işləyir. İlk dəfə bizim kanala baxırsansa dostum, bura trading kanalıdır. Burada biz trading öyrənirik. Hal-hazırda görəcəyin bizdə vaxtla trade eləməkdir. Əgər sən vaxtsız trade eləmək istəyirsənsə, bunun üçün də bizdə videolar var. Keçid alıb onlara da baxa bilərsən. Kanalımızda videolar çoxdur. Kanala abunə olmaq lazımdır və dostlar, Instagrama zəhmət olmasa abunə olun uşaqlar. Instagrama abunə olmaq lazımdır, çünki orada mən qısa metrajlar və yaxud da ki öz tarixçəmi paylaşıram, hansı ki keçid alıb baxa bilərsiniz. Orada da mən maraqlı məlumatlar verirəm. Telegramda da məlumatlar verirəm dostlar. Ona görə də zəhmət olmasa abunə oluruq. Bir də ki uşaqlar, bu kanalı artıq 8000 eləyək. Nə qədər vaxtdır siz baxıram ki izləyirsiniz, amma abunə olmursunuz uşaqlar. Abunə olmaq lazımdır və orada bir dənə düymə var. Burada görürsən zınqrov düyməsi. O düyməni basmaq lazımdır ki video çıxan kimi sənin videodan xəbərin olsun. Bugünkü videomuz çox önəmli olacaq, çox məlumatlı olacaq. $900 balansımız var. Bu nə balansdır uşaqlar? Baxın, burada hələ mən trade eləməmişəm. Demişdim sizə, keçən dəfə məndə minus olub. Hələ 6 bazar mən ticarət eləməmişəm. Bugün birinci gündür, gəlmişəm. Hal-hazırda sizin üçün video çəkirəm və $906 var. Bu $906 biz $500'dan başlamışıq və qaldırmışıq 906-ya. Bundan öncəki videolara baxa bilərsən dostum və görə bilərsən. Yəni bu challenge necə gedir və burada biz nə qədər pul qaldıra biləcəyik. $500 istəyirik yuxarılara qaldıraq və onu çəkək. Görək bizdə situasiya necədir. İlk öncədən dostum, bu platforma məndə aşağıda sabitləşmiş mesaj bölməsində var. Platformaya keçid alırsan, depozit etdikdə orada promokod var. Bax, bu promokodları yazırsan ki $100, $200 depozit edirsənsə sənə 100%lik də bonus versinlər ki, sənin hesabında 200-düsü olsun 400. Aydın olurmu? Bu yaxşı bir şeydir. Bunu götürüb yararlana bilərsən. Keçid alaq biz, görək. Uşaqlar, burada bizdə deməli X dayanıb. Okey, əladır. $200 dəqiqə 5 dəqiqəlik time frame-də trade eləyəcəyik uşaqlar. Bizdə bir şamdır. Mən hər dəfə bunu deyirəm. Bu hər dəfə deyilməlidir. Dostlar, siz 50 dənə strategiya bilməməlisiniz. Ehtiyac yoxdur. 50 dənə strategiyaya ehtiyac yoxdur. Bu sizə xeyir verməz. Bir dənəsini mükəmməl öyrənməlisiniz və salam. Bizim 4 dəqiqəmiz var. Görürük ki 4 dəqiqə, 3 dəqiqədə buna məsəl üçün keçid almaq olardı. 4 dəqiqə müddətinə qırmızı bağlanacaq deyə. Amma hal-hazırda biz nə görə bilərik? Biz görürük ki uşaqlar, gözəl bir short trend gedib, hal-hazırda yüngül bir korreksiya var, yuxarılara qalxış var və biz burada 3 dəqiqə, əgər bizdə baxın, bu şam buralarda olsa 3 dəqiqədə mən 3 dəqiqə müddətinə əməliyyat açaram. Nəyə görə uşaqlar? Baxın, biz əslində burada 5 dəqiqə əməliyyat açmalıyıq. Bu nə vaxtı? Bu şam təzə açılanda. Çünki bizim orada 5 dəqiqə vaxtımız var, aydındırmı? Hal-hazırda bu şamın artıq 2 dəqiqəsi gedib, 3 dəqiqəsi qalır. Yəni baxın, bu dəqiqə mən burada açmayacağam, çünki mənə biraz sərf eləməyəcək. Bu baxıram 3 dəqiqə müddətinə, görək, ayda görürsüz, çox buraxdılar aşağı. Gəlin biz 3 dəqiqə müddətinə bir dənə sell götürək. 3 dəqiqə müddətinə niyə? Əslində bu strategiyadan çıxmır. Burada bir dənə səhv nədir uşaqlar? Bizim əməliyyatımız baxın burada açılmalıdır. Biz əgər 5 dəqiqəlik time frame-də bu əməliyyatı açsaydıq, bu dəqiqə biz normal plusdaydıq. Aydın olurmu sizə? Çünki biz artıq aşağılara gəlmişik. Hal-hazırda açmağım isə bu o deməkdir ki, 3 dəqiqə müddətinə həmən bu şam bağlanana kimi və düşünürəm ki, bu şam aşağılarda bağlanacaq, biraz yuxarı gedərsə, mən yenə də götürəcəm oradan balaca time frame-də. Bu siz necədir uşaqlar? Bu belə işləməyə də bilərsiniz. Buna ehtiyac yoxdur. Siz sadəcə şamı gözləyib, şam başlayanda onsuz da elə əməliyyatlar olacaq. İndi görək 2 dəqiqəmiz qalır. Mən növbəti şama artıq 5 dəqiqəlik keçid alacağam. Görürsünüzmü? $100 buradan açdıq, getdi yuxarı. Görə 2 dəqiqəlik əməliyyat mən aşağı götürəcəm yenə də $200 həcmində və növbəti şamın qırmızı olacağını düşünürəm. Həmən bu 5 dəqiqəlik şama girirəm. Aydın olurmu? Bu 5 dəqiqəyə biz buradan keçid almalıydıq. Əgər 5 dəqiqəlik bizim hərəkətimiz aşağı gedəcəkdisə, bizim əməliyyatımız plus olacaqdı. Hal-hazırda uşaqlar $300 əməliyyatımız var və biz bir şamın bağlanmağını gözləyirik. Bu fakt deyil, amma mən bu dəqiqə 5 dəqiqəlik eləyim. İndidən qoyaq 5 dəqiqə və görək bu şam necə bağlanacaq uşaqlar. Bu şam yaşıl bağlanarsa heç nə, $300 getdi zibilə. Çünki biz düşünürük ki, bizim bu şamımız da qırmızı bağlanacaq. Bir dəqiqəmiz qalır uşaqlar. Millət, burada deyim ki, bizim siqnal kanalımız da var. Əlbəttə ki, siqnallar da var bizdə. Yəni siqnallara kimə maraqlıdırsa, onu da Instagramda yazıb məlumat ala bilərsiniz. Siqnallara da eyni bu strategiya ilə giririk uşaqlar. 15 dəqiqə müddətinə. Bu əməliyyat yəqin vızqırtdı bizdə. Getdi yaşıl açıldı. Yaşıl deməli bizdə nə olacaq? Korreksiya yaşıllar, korreksiya yaşıllar. Okey, biz növbəti şama long girəcəyik. Opki balansdan girəcəm. Çünki uşaqlar, mən balansı qaldırmaq istəyirəm. Biraz risk eləmək lazımdır. Baxın, əgər siz
sırf 500 dollarla trade eləyirsinizsə və qazancınız bundadırsa, siz belə risk eləməməlisiniz. Mənim burada elədiyim risk sadəcə balansı qaldırmaqdır və mən bu ilə qazanmıram uşaqlar. Bu mənim qazancım deyil. Bu mənim rasxodlarıma bəs eləməz. Mən sizə həqiqi deyirəm, xərclərə bəs eləməz bu pul. Mən sadəcə bunu kontentə çevirmişəm və qaldırmağa çalışıram. Görək nə qədər qaldıra biləcəyik. 24 saniyəmiz qalır, okey. Yox, yəqin ki, növbəti şam bizdə yaşıl olacaq yəqin ki. Baxaq uşaqlar, mən gözləyəcəm və növbəti əməliyyatı artıq 7 saniyə, 6 saniyə və düşünürəm ki, növbəti şam da bizdə yaşıl bağlanacaq deyə mən buradan 5 dəqiqəlik əməliyyat long götürürəm və Vabank. Vabank bizdə sadəcə burada 10.000 dollar var, burada isə heç nə yoxdur. Və biz görürük ki, okey, bizim sell əməliyyatımız, birincisi, biz bunu gözləmədik, tez girdik və bu bizə heç yaxşı oturmadı. Biz gözləsəydik bu şamı və yaxud da ki 5 dəqiqəliyə girsəydik, bizdə bir dənə minus olacaq idi. Və yaxud da ki biz gözləsəydik ümumiyyətlə situasiyanı, biz buradan əməliyyat açıb belə bir gedişat götürəcəkdik. Baxaq uşaqlar, bizdə belə bir situasiyalar olub keçən dəfəki əməliyyatlarda baxa bilərsiniz bunlara və bunlar hamısı videoda var. 2 dənə də burada 300 dollarda minusumuz var 3 dəqiqə müddətinə, 2 dəqiqə müddətinə. Bunu bugün açmışıq biz. Bu keçən dəfəki əməliyyatlarımızdır. Bu bizdə 300 dollar gələn kimi minus olub. O da ki öz səhvimiz ucbatından. Eyb yox. Gözləyə görə uşaqlar 4 dəqiqəsi qalır əməliyyatın. Fikirlərinizi bildirin. Dostlar, şərhləri çoxaldın və əgər sizin dəstəyiniz çox olacaqsa, biz heç olmasa 8000-i gedək keçək, abunəlikdə dostlar zınqrovları açaq. Mən də istəyirəm əvvəlki kimi yenə də həftəlik konkurslar eləyim və hər həftə sizə pul hədiyyələri verim. Ona görə də uşaqlar biraz dəstək olmaq lazımdır, biraz aktiv olmaq lazımdır ki, məndə də o maraq yaransın. 3 dəqiqə qalır, görək 3 dəqiqəyə bu əməliyyat necə bağlanacaq. Düşünürəm ki, uşaqlar plus olacaq və biz gəlir əldə edəcəyik. Görək bizdə burada nə qədər var. Biz hələ minusdayıq ki. Minusa 7 bilmədim ki, 606 dollara nə qədər verirdi. 606 dollara 563 dollar verir. 606 dollara. Bu da nə qədər eləyəcək bizdə? Normal nə? Biz 1000 dolları keçəcəyik. Əgər bizdə plus olarsa, super olacaq. Düşünək də uşaqlar, düşünək, yaxşı olsun və bu plus olsun. Millət 43 saniyə qalır. Yəqin ki bizdə minus oldu. Biz bütün balansı itirdik uşaqlar. Mən indi depozit eləyəcəm və yenidən videoya qayıdacağam uşaqlar. Çünki balansım yoxdur artıq trade eləməyə. 2 dənə əməliyyat açdım ağılsız və bu da 3-cü əməliyyat, hansı ki Vabank getdim və düşündüm ki növbəti şamımız bizim yaşıl bağlanacaq. O da əksinə getdi short. Bu dəqiqə əsl aşağı 5 dəqiqəlik keçid alma zamanıdır. Sadəcə bizim balansımız yoxdur. Mən depozit eləyim uşaqlar. Ondan sonra 500 dollar depozit eləyəcəm yenə və geri dönəcəm uşaqlar. Onda videonu davam eləyərik. Oldu. Bizdə minus dostlar. Biz hal-hazırda 800-906 dollar pul itirdik. İndi mən gedirəm, depozit eləyirəm. Bayaq dediyim kimi sizə və geri dönəcəm. 500 dollar depozit elədim mən hal-hazırda və 14 saniyəmiz qalır növbəti 5 dəqiqəlik şama və mən burada yenə də götürmək istəyirəm. Amma bu valyuta niyə belə eləyir? Götürəcəm uşaqlar bir dəqiqə. 100 dollar çatdıracam görəsən. 100 dollar çatdırmadıq, amma eybi yox. Bir neçə saniyə 100 dollar uşaqlar açdım aşağı və keçid alıb baxacağım başqa valyutalarda nə var. Millət burada nə gözəl gedib. Burada da biz belə bir trend görürük, amma görək necə olacaq uşaqlar. Gördünüzmü? Getdi bizdə qazandığımız həmən o 900 dollar. Çünki mən buna hazıram. Nəyə görə? Balansı qaldıranda uşaqlar belə risk eləmək olmaz da. Yəni sizin əgər 500 dollarınız varsa 5 dollarla əməliyyat açsanız belə şey başınıza gəlməz. İndi mən depozit elədim təzədən 500 dollar. Deməli 500 dollar bizdə pul var idi. 500 dolları deməli depozit elədik. Deməli biz bura elə ki 1000 dollar pul depozit eləmişik. Baxaq uşaqlar, görək başqa yerdə nə var. Hələ ki o əməliyyatımız gedir bizim. Görək növbəti gedişat üçün nə tapa bilirik. Burada da heç nə. Okey. Burada biraz maraqlıdır. Bu maraqlıdır. %. GPI, OTC maraqlıdır. Növbəti şam, bu şamımız bizim uzun bağlanarsa gözəl bir şəkildə və ikinci şama biz keçid ala bilərik. Gəlin biz görək, bax, ümumiyyətlə burada nə var valyutalardan? Funt, dollar, OTC-lər, görək real valyuta var, vəbşi. Gold 80% verir, real gold, real qızıl 80% verir. Yes. Görək. Qızıl qalxır.
hal-hazırda uşaqlar və gedişat yuxarıdır bu dəqiqə qızılda. Baxa bilərik biz burada hal-hazırda uşaqlar 5 dəqiqəlik time frame-də bizdə görürük ki, aşağı bir belə bir düşüş var və bu nə ola bilər? Bu yuxarı gedib stopları yığıb sonradan təzədən aşağı getmək mundar hərəkətləri var bunun. İnanırsınız Forex-də sizin analiziniz bilsiz necə olur? Səhər durub görürsən ki, səni prosto stop edib gedib sən dediyin tərəfə. Yəni bu olur. Yəni belə şeylər olur. Baxın, belə bir manipulyasiyalar olur. Bazarda ümumiyyətlə bu dəqiqə çox canlanma var. Nə oldu? Bu da minusa getdi. Bugün deyəsən biz Kazadina qrafiki nə baş verdi buna? Bu da zibilin çıxartdı da. Bu belə bir dənə o yana, bir dənə bu yana. Buna görə biz bir dənə də short basaq. Ümumiyyətlə short mu gedir bu? Nəsə başqa şey axtarım, nəsə xoşuma gəlmir bunlar mənimlə. Normal bir situasiya olsaydı. Burada da baxın, 2 dənə qırmızı gəlib indi özü üçün nə bilim nəsə bir yaşıl göstərir. Nə çətin oldu bu. Birinci gündür deyə belədir görəsən yoxsa. OTC bazarı üçün какой birinci gün, ikinci gün vəbşi nə fərqi var? Burada bizə nə sərf eləmir? Biz flatə girdiksə zibili çıxdı da. Yəni bizə sərf eləmir. Biz xoşlayırıq hərəkət getsin və biz hər dəfə şama girək və götürək. Burada nəsə oxşadıram. Görək bundan aşağıda biraz bağlanarsa, okey. Bilirsiniz necədir? Bir dənə tutdunsa sən burada bu strategiya çox qazandırır. Sadəcə tutmaq lazımdır. O tutana kimi belə bir minuslar əldə edirsən. Bizdə getdi o birisi. Bu da deyəsən minus olacaq. O neçənci əməliyyatdır bu bizdən. Pokazatına qrafiki. Bu elə özü də bilmir bu dəqiqə nə ilə məşğuldur. Bayaq hardaydı o valyuta, niyə mən onu itirdim? Outcatda gözəl bir dənə belə bir düşüş var. Out USD-də necədir vəziyyət? Out USD-yə məncə girmək olar. Amma bu da dispantov idi. Bir dənə qırmızı buraxır, sonra dalıcı getdi yaşıl, nəsə xoşuma gəlmir. Buna keçid alacağım uşaqlar. Buna istəyirəm 2-yə vuraq. Aha, $200 həcmində açaq bunu. 5 dəqiqə müddətini açacağım. Bilirsiniz necədir uşaqlar? Mən istəyirəm məsəl üçün $500 10.000 eləyim, düzdür? Ola bilər ki, o $500 mən 1-2 dəfə itirəm. Məsəl üçün 10.000-i qazanmaq üçün 1.000, 2.000, bir də görürsünüz ki, belə minus gedə bilir. Ayda yenə də bir neçə saniyə gecikdim. Bu baxın, bizdə 1, 2, 3, 4 dənə baxın, bir əməliyyatdır. Bizdə elə ki 3 əməliyyat minus gedib. Bu nə etmək istəyir? Nəysə, bura iynə atıb sonradan aşağı getmə ehtimalını gözləyirəm uşaqlar. Baxın, belə bir situasiyalar olanda burada biz ola bilsin ki, itirə bilirik. Çünki tam olaraq bazarın bir bəlli bir yeri yoxdur hara gedir. Deməli, biz burada gözəl bir short götürə bilərdik. Sonra bir dənə minus, yenə də short götürsək plus, minus, minus, plus, minus, minus, plus, minus, plus, minus, plus, minus, plus, minus, plus, minus, minus, sonra plus, plus, minus, plus. Yenə də eyni tərəfə girsən, yenə də qazancda olardı nə burada. Baxırsan tarixə, sadəcə yenə də deyirəm, elə bir marja ilə girmək lazımdır ki, elə bir əməliyyat açmaq lazımdır ki, sən burada qala biləsən və belə bir şey var. Yəni 1, 2, 3, 4 basmaq lazım deyil də, məsəl üçün belə martingale-la. Əgər sən yenə də deyirəm, mən bu dəqiqə anormal trade eləyirəm, amma analiz eyni analizdir. Bu sadəcə balansı qaldırma challenge-dir. Uşaqlar, balansı qaldırmaqdır. Mən durub $500 mən nə vaxt onu qaldıraram? O nağıl söhbətdir. $500 günə siz məsəl üçün $20, $30 qazanc əldə eləyə bilərsiniz. Bu mümkündür. Çünki $5 əməliyyat açırsan, bunu eləmək olar. Amma mən elə əməliyyat aça bilmərəm uşaqlar. Mənim o əməliyyat açan vaxtlarım getdi artıq. Mənim xərclərim çoxdur. Heç bu balans mənim üçün bəs eləmir. Mənimki budur, bu birisi. Bu ilə işləməkdir. 2 dənə, 3 dənə solid əməliyyat, $400-500 fiyo, çıxdım, getdim. Və pul çıxartmağı da burada öyrəşmək lazımdır. Bu da bir psixologiyadır, önəmli faktorlardan biridir. Bu yəqin ki bizdə plus olacaq. Plus olsa nə olacaq? Plus olsa bizə nə qədər gəlir verəcək bu vəbşi? $100 itirdik. Bu günlər heç nəsə qazana bildiyi görəsən. Bugün deyəsən elə avara qaldıq. Nəqdindən öz 500-ümüz getdi və üstündə qazandığımız 400 də getdi. $900 bizdə minus olub bu günləri. $900 burada minus var, o tərəfdən $5000 minusum var. Sadəcə bu challenge-in hesabı getdi də, yəni. Təzədən biz challenge-a başladıq, elə bil ki. 2 dəqiqə 10 saniyəsi var, bu plusla bağlanacaq. Aha, belə gözəl əməliyyatlar olanda adamın da ürəyi açılır. Burada biz ancaq short basacağıq uşaqlar. Burada biz ancaq short basacağıq. Bizdə hətta minus olsa belə biz yenə də short basacağıq. Çünki burada hələ struktur aşağı gedir. Lokalni biz aşağı gedirik və burada short pozisiyalar götürmək daha məqsədə uyğundur. Biz burada ancaq short götürsəydik, getdik yuxarılara, sonra baxın.
Burada siz ancaq short götürsəydiniz, burada pul itirərdiniz. Yenə də marja deyilən bir şey var. Deməli, short plus minus minus 3 dənə minus dalbadal. Ondan sonra gəlir plus minus. Görürsünüz, hamısını hesablayanda təxmin eləyə bilirsiniz ki, mən burada olsaydım necə ola bilərdi. Çünki burada hər şey vaxt, riyaziyyat və simmetrika ilə düppədüz. Vaxta sən görə bilirsən ki, bu tarixdə necə işləyir. Burada şey yoxdur da, yəni uşaqlar belə olacaq, elə olacaq. O deyil. Burada fakt odur ki, yəni burada hərəkət var. Burada şam ardınca şam gəlir. Bəli, biz burada səhv də eləyə bilərik, itirə də bilərik. Sadəcə həmişə qazanmaq deyilən bir teoriya yoxdur yer kürəsində, yer üzündə elə bir şey yoxdur. Dünyamızda elə bir şey yoxdur. Arada olan minuslarda görürsünüz, okey, getdi. Təzədən depozit eləmişəm, yenə də başlamışam. İndi mən gedib 5000-ə, 10.000-ə çatanda, yəni ora elədiyim o $1000 depozit artıq mənim gözümə görünməyəcək. Bu sistem belə işləyir. Fonlar da belə işləyir. Məsəl üçün Forex öyrənmək istəyənlər uşaqlar community-yə gəlin, Instagram ona görə izləyin deyirəm ki, orada mən storieslər paylaşıram. Necə ki bizdə canlı təlimlər olur, Forex öyrədirik. Bu Forex bazarıdır uşaqlar. Burada mən başqa heç nə eləmirəm. Bu Forex bazarıdır və mən Forex-də trade eləyirəm. Bir şam müddətinə girirəm. Yəni bunun vaxtla, zadla heç bir əlaqəsi yoxdur. Bu Forex bazarıdır. Yəni bunu bilsən, sənin üçün problem olmayacaq vəbşi. $200 əməliyyat götürdüm və düşünürəm ki, bundan sonraki şam da bizdə qırmızı bağlanacaq. Gözləyək uşaqlar, 5 dəqiqə vaxtı var, 5 dəqiqədən sonra görək situasiya necə özünü doğrulacaq və biz xeyirdə olacağıq, yoxsa minusda olacağıq. Baxaq uşaqlar. Səkkiz saniyəmiz qalır uşaqlar. Görürük ki, bizdə plusla bağlanır. Plusla bağlandıq. $70 xeyrimiz var. Ay, bir dənə də mən sıl götürürəm. Oyda götürdüm. Gecikdi. Zarazıya bax. Ayda bu gələ bir saniyəmlə baxın. Burada olan qap var. Bu söhbət heç sərf eləmir burada. Çünki pin bar bağlanarsa, həmən yerdə pin bar əmələ gələrsə, mən minusda olacam bilən. Ya da ki, görək biz şeyi açmışıq orada. Hamısı açıqdır. Bunlar açıq olmalıdır uşaqlar, çünki strike söndürürəm. Kratno сделки. Burada belə bir şey var ki, защита от флета, məsəl üçün yerində dayananda o bir punkta görə sizi minus eləməsin. O funksiyanı qoşursunuz və ondan yararlanırsınız uşaqlar. Burada nəsə yenə də bu gicləməyə başlayır, yenə də yaşıl. Burada da belənçinədir. Görürsünüz, iynə atır, sonra gedir. İynə atır, sonra gedir. İynə atır, sonra gedir. Bu şamı da götürmək istəyəcəm. Millət, burada söhbət budur. Tutanda aparırsan. Tutana kimi ola bilər ki, səndə 2-3 dənə minus olar. Yəni bunu nəzərə al. Ona görə də trendi tutdunsa aparırsan. Apardın, əladır. Çox da qalmaq olmaz. Gəldin, götürdün, situasiyanı tutdun. Məsələn, 4-5 dənə plus götürdün, şamları götürdün, getdin. Sonra yenə də gəldin, eyni bir dənə situasiya tapdın. 4-5 dənə şamı götürdün, çıxdın, getdin. Belə işləyir bu sistem. $640 balansımız var. Nə yaxşı. $500 depozit elədik, $640 balansımız var. Artıq $140 üstündə gəlir əldə eləmişik, düzdür. İndi biz bu günləri balansı $1000 çatdıra bilsək, deməli 9 neçə dollar pul itirmişik. $1000 gətirsək, elə bil ki, eyni balans olur. Sadəcə ortada elə bil ki, nə qədər getdi orada məndə. 500, karoçi. Ona fokuslanmayaq uşaqlar. Əsas odur ki, məsəl üçün mənim balansımı mən qaldırıb 5000, 10.000 eləyəndə $500 elə bir ki, mən əlavə depozit eləmişəm, belə çıxır. Birinci $900 özümdən olan uşaqlar. Olur 500, $1000 mənim özümdən idi. $400 da orada mən qazanmışdım. O $900 deyiləndə orada mən $400 üstünə qazanmışdım $500. Aydın olurmu? Həmən söhbət. Burada da 2 dəqiqəmiz qalır və görək 2 dəqiqədən sonra balansımız nə qədər olacaq və baxacağıq situasiyaya uşaqlar. Like eləmisinizmi videonu? Like eləməmisənsə dostum, zəhmət olmasa bir dənə like eləyirsən və fikir bildirirsən. Çünki sənin fikrin çox önəmlidir. Sənin fikirlərini hər birini oxuyuruq və fikirlərinə uyğun hansısa bir konseptlər fikirləşirik və sənin fikirlərinin də hansısa bir bəhrəsi burada olur. Ona görə izləyirik, sosial şəbəkələrdə də uşaqlar. Yəni sadəcə izləyirsiniz, abunə olmamısınız. Ona görə bir abunə də olsanız lap yaxşı olardı. Instagramda baxıram 70% abunə olmayıb, baxır 70%.
Tak, baxaq uşaqlar. 1 dəqiqə 40 saniyəmiz qalır. Çox sporlu, axmaq bir yerdədir. Yəni bizim şamımız. Buradan da aşağı getmək istəməliyik. Amma biz bu dəqiqə elə bil axmaq yerdə dayanmışıq ki, bayaq sizə dediyim həmin o söhbət var ha, o gecikmə. Gecikmə olmamalıdır. Gecikmə varsa sənin minus olma şansın çoxalır. Bunu özündə dərk elə. Çünki burada hər şamdan sonraki biz şama giririk və açılış nöqtəsi çox önəmlidir. Açılış nöqtəsi çox önəmlidir. Çünki vaxt qutarana yaxın, vaxt bitənə yaxın şamı dala çəkib pinbar ilə bağlaya bilərlər. Qırmızı bağlansa belə sən yenə də minusda olacaqsan. Nəyə görə? Çünki sən gec girmisən əməliyyata. Amma sən vaxtında girsən əməliyyata, o qırmızı bağlanmağı sənə bəs eləyir. Fərqi yoxdur. Pinbar bağlandı, yoxsa necə bağlandı? Qırmızıdsa artıq sən xeyirdəsən. Amma burada yox uşaqlar. Burada məndə gecikmə var. Mən burada biraz gecikmişəm əməliyyat açanda. 31 saniyəmiz qalır. Gözəldir o. 1 dəqiqəlik okey keçirik biz 5 dəqiqəliyə təzədəndən və növbəti şama mən bir dənə də keçid alacağam. Bir dənə bu bizdə plus olsun. Zarazaya bax, axıra yaxın 16 saniyə. Bu məni narahat eləyir. Buradakı bu məsafə. Hazır qoyun bunu. Bir dənə də götürdüm uşaqlar, bir dənə də götürürəm. Bir dənə də götürürəm və düşünürəm ki, gəlin biz burada bir Fibo-da ataq. Uşaqlar, maraqlıdırmı belə videolar? Bu dəqiqə şərh yaz aşağıda. Maraqlıdırmı sənə? Belə videolar sənə maraqlıdırmı? Urovni Fibonacci. Fibonacci-ni mən buradan hərəkətimiz bu nöqtədən başlayıb və biz gəlmişik bu nöqtələrə, okeymi? Biz 618 zonalarına gəldik uşaqlar. 618 zonalarına gəlmişik. Biz Fibonacci. Fibonacci-ni biz 618-lərə gəldik. Hal-hazırda 100 dollara 85 dollar profit verir. Baxırıq. Gözəl bir trendimiz gedir bizim. Hal-hazırda belə bir genişlənən trend deyirlər buna. Baxsaz görərsiniz ki, bu genişlənir. Bir dənə normal. Bilirsiniz, yaxşı bir gözəl şam olmayıb. Belə xırda-xırda özü üçün gedir. Bir iynələyici şam olmayıb. Hələ ki bu sakitcə özü üçün gedir yavaş-yavaş. Biz gəlmişik 618-lər. 618-ləri biz qalxandan sonra ilk dəfə gəlmişik. Bəs biz bura gələndə nə baş vermişdi? Bir dəqiqə. Hardadır bunun? Hoppa, biz bura gələndə bu təpəni deyirəm, hələ ki bura yox idi. O zaman nə baş vermişdi? O zamanları biz 0.5-lərə gəldik və buradan reaksiyamızı aldıq. İndi isə biz yuxarıda olanda bizim 0.5-imiz gəlib hara düşür? Bizim 0.5-imiz gəlib düşür bu zonalara. Biz hal-hazırda 0.5-ə korreksiya veririk, okey. Axmaq korreksiyadır, elə bilim. Buraya gəldik, oradan getdik, ora gəldik, 0.5-ə korreksiya verdik. Bizdə yuxarıda nə var ki, hamısını yığa-yığa gəlmişik. Biz burada nəyi götürməyə gedirik ki, baxın görün. Balansda 725 dollar pul var ha, uşaqlar. Bu çıxdı, getdi yuxarı. Onun lap ürəyi açıldı ki, dəli kimi gedir özdə. Belə oturub gözləsin, nəsə elə getməz. Belə axmaq kimi gedir. Bir də görsən götürdü, çıxdı, getdi, başın. Qaçdı, getdi. Sən bir dəqiqə dur burada. Sən bir dəqiqə dur burada, görək biz ümumiyyətlə sən burada bir işə yarayacaqsan ya yox. Aha, bu getdi, qalxdı. Buna mən... Baxın, böyük marja ilə girəndə əgər bizim 3 dənə əməliyyat açmaq şansımız kimi bir şans varsa, biz əməliyyatlarla atmamalıyıq belə, rahat bir şəkildə. Yəqin ki, minus olacaq. Bu getdi öz işinə, iynə atıb dala qayıdıb, qırmızı balans, şokda olaram o bir şey. Mən burada yenə də sığ girəcəm yəqin ki. 500-618-ləri görəsən hiss elədi bu. Bilin, mən bura sığ girməyə biraz çəkinəcəm amma mən düşünürəm ki, bundan sonraki şam yaşıl ola bilər. 725 dollarımız var sözün açığını. Bilin, bu əməliyyatla heyf 825 idi. Buna mən nətər sığ girim? Siz burada necə eləmək lazımdır? Burada gərək sən oturub gözləyəsən. Bir dəqiqəlik şamlara girim, bir dəqiqədə baxım operativ hansısa bir əməliyyat açmaq lazım olursa gözləmək istəmirəm uşaqlar. Vaxt gedir burada. Bizdə nə görə bilərik? Yaşıl şamlar. Fərqi yoxdur millət. Baxın, 1 dəqiqəlikdə də trade eləmək olar, 3 dəqiqəlikdə də eləmək olar, 5 dəqiqəlikdə də eləmək olar. Əsas olan şamdır. Bax, 1 dəqiqə buradadırsa, burada da 1 dəqiqəlik şamlar olmalı. Çünki sən şama girirsən, sən hərəkəti sadəcə görürsən və şama girirsən, qırılmalara və yaxud da ki dönməyə, şama girirsən sən, şam əməliyyatına. Yəni burada şamla hər şey nəzərdə tutulur. 1 dəqiqəlik mən görüm 200 dollarla risk eləyim də mən. Prosta sadəcə burada qalxış var. Gəlin bir dənə başqa yerdə görək nə var 1 dəqiqəlikdə baxaq. 16 saniyə. Burada 1 dəqiqə 200 dollar yuxarı əməliyyat açacağam. Sadəcə video çox uzanır, artıq çox qalıram mən burada, istəmirəm. İstəyirəm artıq götürüm, çıxım gedim.
1 dəqiqə müddətinə, 1 şam müddətinə, yəni düşünürəm ki, bundan sonraki şamda uşaqlar yaşıl bağlanacaq və profit əldə eləyəcəyik. Yəni ki, bayaq ki bizim əməliyyatımız minusla bağlandı. Hə, düzdür. Getdi minusa, çortlu materi. Minus oldu. Geri dəli kimi qayıtdı. Götürdük. Hansısa bir şam geri qayıtmalıdır və mən də durub onun dalınca düşən deyiləm. Çünki düşə bilməzsən. Düşsən məntiqlə düşməlisən ki, bu okey, short gedir, bu sadəcə korreksiyadır. Amma məntiqlə düşməsən, sən düşün ki, bura ancaq short girirsən, bu sənin bütün balansı aparar. İfsə. Piçalina будет. Məsəl üçün burada qəmginlik olacaq. Burada isə bizdə bir FVG zonası var. Baxsaq biz burada görə bilərik. Gördünüz mən burada əməliyyat hazırladım. Çünki 1 dəqiqəlikdir. Mən gözləyə bilərəm. 1 dəqiqə rahatdır gözləməyi. Çox situasiya olur. Baxın burada bizdə Fibo var. Fibonacci var. Biz hal-hazırda burada nə baş verəcək? Burada əgər görürsünüzmü, общий trend tam olan trend aşağı gedir və bizdə belə bir korreksiyalardan sonra basır aşağı. Burada hal-hazırda mən FVG-ni görürəm. Burada növbəti şam okey, qırmızı gəlib bunu bağlayarsa yenidən mən short pozisiyalara burada üstünlük verəcəm. Çünki düşünürəm ki, belə bir düşüşdən sonra gözəl bir korreksiya və ondan sonra yenidən aşağı gedişat olacaq. Baxın, gözləyirəm hal-hazırda. Heç bir əməliyyat açmıram. Nəyə görə? Çünki 20 saniyə hələ ki mənim strategiyam burada yoxdur. Mənim strategiyam şamdır. Şam bitməlidir ki, mən növbəti şama keçid alım. Əslində logika çox rahatdır. Bunu bir aşağı salıram. 903 dollar. Bayaqki balans, itirdiyimiz balans qədərdir. Heç istəsəm mən belə rəqəm görə bilmərəm burada. Hop, bir dənə. Oyda, bu nə qapı idi? Ay, kişisiz ha, bu nədir ala? Aralığa bax, bu aralıq var ha. Burada çox şey deməkdir. Yəni bu son saniyədə gəldi buradan. Bu nə deməkdir? Burada deməli alıcı satıcı qüvvəsi olmayıb. Ona görə bu gəldi buradan götürdü əməliyyatı. Bu qapdır. Böyük time frame'lərdə bu qap olanda bazarda xana olur. Yəni 15-20 dəqiqəlik time frame, 15 dəqiqəlik, 5 dəqiqəlik time frame'lərdə orada tutuşmalar zad, qiymət nə bilim getdi, ələtdə açıldı zad, belə bir şeylər. İndi də mən gözləyirəm ki, növbəti şamımız da bizim qırmızı bağlanacaq və həmən qırmızı şama görə 100 dollarlıq əməliyyat açmışam və bunun qarşılığında mənə 89 dollar pul vermək istəyirlər. Deyir ki, qaqaş, əgər sənin əməliyyatın düz olsa, götür 89 dolları və çıx get buradan uşaqlar. Çıx get buradan dostum. 5 saniyəmiz qalır. 3, 2, 1. Bir dənə də açıram uşaqlar. Bir dənə də qırmızı bağlanacağını gözləyirəm millət. Və düşünürəm ki, biz hal-hazırda FVG-dən sonmasa basacağıq aşağı bir 50%. Bizim burada Fibonacci-miz yenə də ola bilər. Yenə də biz bunu çəkə bilərik. Nəyə görə korreksiya hara kimi gələcək onu görmək üçün bizim hərəkətimiz buradan başlayıb və bura kimi davam edib. Və biz nə görə bilərik? Biz görə bilərik ki, biz 0.5 zonalarına gəlmişik və 618-lər bizdə retest zonasıdır. Və deməli, əgər biz buradan retest edib yuxarı getsək, biz deməli long çönəcəyik və longa gedəcəyik. Əgər biz 618-ləri qırıb gəlib bu zonanı da vurub aşağı getsək, yes, bizdə short trend davam edir. 8 saniyəmiz qalır və bizdə bu cürünə gözəl, mükəmməl bir plus. Like elə, like elə. Vso, gördünmü? Burada da qapatdılar. Burada da qapatdılar 89 dollar. Oh, balans 1081. Əla. Əla uşaqlar. Bugünkü videomuz çox maraqlı oldu. Düzdür. Biraz başlayanda balansımızı itirdik, amma eybi yox. Yenə də hal-hazırda depozitimizin üstünə 100% demək olar qazanc əldə eləmişik. 500-ün üstünə 500 gəlmişik. Demək olar ki, biz artıq nə minusdayıq, nə plusdayıq. Elə bil ki, öz depozitimiz bizim əlimizdədir. Vso. Gələn videodan artıq biz qazanmağa başlayacaq. Oldu dostlar, video maraqlıydısa, əziyyət çəkirəm sizin üçün. Dəstək olun və şərh bildirin, videonu bəyənin. Kim Forex community-də bizlə bir yerdə təlimlərdə olmaq istəyirsə, bizlə bir yerdə trade eləmək istəyirsə, Forex-də, yəni community-də, traderların içində düşdüyün gündən sən praktikadasan. Yəni sən düşdüyün gündən həm təlim öyrənirsən, həm praktika keçirsən. Hər həftə sonu nə sualın varsa, mənim özümə şəxsən təlimçilərə verə bilirsən, birbaşa danışa bilirsən. Yəni bu community-dir. Burada danışıq, birbaşa danışıq. Burada mesajlaşma deyil, bir şey deyil. Burada birbaşa danışıqdır, sən həmən community-də ola bilərsən. Bu videodan gəlmisənsə, sənə əlbəttə ki, köhnə qiymətlə olacaq həmən bizim Modul X community. Əgər apreldən sonra sən gəlsən, yəni videodan gəlməsən, burada qiymət 2 qat olacaq. Yəni mən hər ay qiyməti 2x qaldıracam. Çünki uşaqlar
böyük keyfiyyət, böyük zəmanət uşaqlar. Ona görə də gəlmək istəyirsinizsə, gözəl bir əhatədə, gözəl bir dövriyyədə olmaq istəyirsinizsə, əlbəttə ki, mən sizi Modul X Community-də gözləyirəm və aramızda Forex öyrənməyə sizi dəvət edirəm. Və uşaqlar, bunun isə həmən bu fix time-la trade eləməyimizin isə bizim Signal kanalımız var. Əlbəttə ki, mən orada öz əməliyyatlarımı sizlə paylaşıram. Gəmidə eyniyik. Yəni mən itirəndə siz də itirirsiniz, mən qazananda siz də qazanırsınız. Əgər buna razısansa dostum, qoşula bilərsən və mənlə bir yerdə gəmidə üzə bilərsən. Yəni mən götürəndə sən də götürəcəksən, mən itirəndə sən də itirəcəksən. Yəni bu belədir. Bütün brokerlərin linkini aşağıda saxlamışam. Həmin bu da aşağıda dostum. Forex broker sənə lazımdırsa birbaşa mənə Instagrama yazırsan və məlumat alırsan. Ümumiyyətlə nə sualınız varsa sizi Instagramda gözləyirik uşaqlar. Oldu. Özünüzdən müğayət olun. Sizə bolca keş arzu edirəm və sezonda gözəl istirahət arzu edirəm uşaqlar. Hələlik.